Fermerin rifahı aqrar sahənin inkişafıdır. Bu sözlərlə başlayırıq Fermerin real dostuna. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, biz davam edirik. Fermerin real dostuna baxırsınız. Əziz fermerlər, dəyərli zəhmətkeşlər, hörmətli tamaşaçılar. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Sığortadan danışacağıq. Aqrar sığorta artıq bir neçə ildir ki, məhz bu mexanizm ölkəmizdə tətbiq olunur və çox yaxşı bir qoruyucu çətir funksiyasını yerinə yetirir deyə bilərəm. Fermerlər də bu sistemdən razıdırlar. Düzdür, müəyyən çətinliklər olur və bütün istiqamətlərdə olduğu kimi. Amma bizim məqsədimiz də Fermerin real dostunda bax bu istiqamətdə hansı yeniliklər var? Fermerlərə aqrar sığortanın əlçatanlığı üçün və ümumiyyətlə bu sahədəki yeniliklərlə bağlı məlumatları çatdırmaq üçün çox maraqlı bir qonağım var. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva Məmişova bizimlə bərabərdir. Ləman xanım, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun. Mən də buradan hər kəsi, bütün fermerlərimizi salamlayıram. Təşəkkür edirəm bu mövzuya yer ayırdığınız üçün. Ləman xanım, biz hər dəfə bu mövzu ilə bağlı danışanda əvvəlki dövrlərdə daha çox, hətta verilişin əvvəlki qonaqlarından bərabər soruşurdum ki, maraqlıdır, bu yeni sahədir deyə aqrar sığortaya maraq necədir, fermerlərimiz bunu qəbul edirlərmi və ümumiyyətlə inanırlarmı əsas məsələlərdən biri. Artıq bir neçə il keçib, maraqlıdır indiki vəziyyət necədir? Fermerlərin sığortaya inamı artıbmı? Mən istəyərdim ki, bu barədə mən yox, elə bizim rəqəmlərimiz danışsınlar. Həqiqətən, ümumiyyətlə 20-ci ildən fəaliyyətə başlayan bir qurum üçün çox yaxşı göstərici hesab edə bilərik. Niyə görə? Bizim həm yığımlarımızın dinamikası, həmçində sığorta ödənişlərinin dinamikası onu göstərir ki, fermerlərin günü-gündən aqrar sığortaya marağı artır. Təkcə onu qeyd edə bilərəm ki, bizim 25-ci ildə sığorta ödənişlərinin miqdarı 9,2 milyon keçmişdir ki, bu əvvəlki illərə münasibətdə yəni bizim elədiyimiz ödənişlərə münasibətdə çox böyük rekord hətta ödəniş hesab olunur ki, hansı ki 24-cü ildə bu rəqəm 6,4 milyon, 23-cü ildə isə 4,4 milyon olmuşdur ki, 24-cü illə müqayisədə 44%-ə yaxın hardasa artım var. 23 ilə müqayisədə isə 2 dəfədən çox biz sığorta ödənişləri eləmişik. Təbii ki, bunun əsas, yəni necə deyim də, hissəsi fermerlərin inamının artması fonunda baş vermişdir ki, onların sığortaya inamı artmış. Sığortalanma daha da həm yığımlarda artım və nəticədə ödənişlərdə də artım baş vermişdir. Çox gözəl. Maraqlıdır ki, ümumiyyətlə ötən il hansı hadisələr üzrə sığorta fondu olaraq daha çox ödənişlər eləmişsiniz? Yəni fermerlərə hansı təbiət hadisələri daha çox ziyan vurub və siz bu istiqamətdə sığorta ödənişlərinizi həyata keçirmişsiniz? Ümumiyyətlə, iqlim dəyişmələri fonunda qeyri-sabit keçən hava şəraiti təbii ki, kənd təsərrüfatından da kənarda qalmır, təsərrüfatlara zərərlər vurur və buna görə də 25-ci ildə də həmçinin də bayaq da qeyd elədim, sığorta ödənişlərinin artım dinamikası da göstərir ki, kifayət qədər hadisə sayı, yəni artım vardır, hadisələr baş verir. Ümumiyyətlə, fondun sığorta ödənişi elədiyi halların içərisində sığorta, siz də qeyd elədiyiniz kimi, təbiət hadisələri üstünlük təşkil edir ki, bunların içərisində də ən çox dolu riski təşkil edir. 61%-ə yaxın elədiyimiz sığorta ödənişləri doludan olmuşdur ki, bununla yanaşı təbiət hadisələri içərisində sel, su basma, leysan, fırtına, qasırğa və s. kimi risklər, şaxta vurmaq xüsusən də üstünlük təşkil edir ki, bu hallardan da fermerlərimizə sığorta ödənişləri həyata keçirmişik. Rəqəmlərin ifadə eləsək ötən il, yəni 25-ci ildə yola saldıq artıq və maraqlıdır ki, nə qədər məbləğdə ödənişlər olub? Varmı belə bir statistik rəqəmlərimiz? Bəli, bizim ötən 25-ci ilin sonuna sığorta ödənişlərimizin ümumi miqdarı 9,2 milyon manat olub. Bitkiçilik üzrə bu rəqəm 8,8 milyon manatdır. Hətta maraqlı bir statistikanı da qeyd edə bilərik ki, bizim 25-ci ildə 13 milyon sığorta haqqı yığmışıq, amma 25-ci ildə ödədiyimiz sığorta ödənişi isə 8,8 milyon manatdır ki, Aqrar Sığorta Fondunun bayaq da qeyd elədik, yaradılma məqsədi qeyri-kommersiya olduğuna görə, mənfəət əldə eləmək olmadığına görə, yəni sırf fermerin maliyyə əlçatanlığının təmin edilməsinə xidmət etmək olduğunu nəzərə alaraq 25-ci ildə Aqrar Sığorta Fondu aldığı hər 100 manatın 68 manatını fermerə qaytarmışdır. Yəni yığılan yığımların bitkiçiliyi üzrə 68% sığorta ödənişi qismində fermerlərimizə geri qaytarılmışdır. Çox gözəl. Nəzərə alsaq ki, son illər yaxşı bir tendensiya formalaşıb və
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi, həmçinin dövlətimiz xüsusən meyvə bağlarının artırılmasına, fermerlərin və sahibkarların bu istiqamətdə daha böyük, xüsusən də intensiv və superintensiv bağların salınmasına dövlət dəstəyi var. Bir dəfəlik subsidiyalar verilir Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən və dövlətimiz də deyir ki, bu sahədə bağları artırın, çünki həm də ixrac yönümlü meyvələr var. Amma təbii ki, hadisə baş verəndə baxmır da, o meyvə bağıdır və digər əkin sahəsidir. Maraqlıdır, 2025-ci ildə meyvə bağlarından bağlı vəziyyət necə idi? Bu istiqamətdə bizim fermerlərimiz, böyük təsərrüfat müəssisələri öz meyvə bağlarını sığortalayırlarmı və bu istiqamətdə ödənişlər nə qədər idi? Elə sizin qeyd etdiyiniz kimi aqrar sektorda baş verən bu inkişaf tempi təbii ki, aqrar sığorta fondundan da geri qalmırdı. Yəni aqrar sığorta fonduna təsirsiz ötüşmürdü ki, 25-ci ildə elə bir dinamikanı deyə bilərəm ki, aqrar sığorta fondunun sığorta ödənişləri, meyvə bağları üzrə ödənişlərində kəskin artım var. Təbii ki, bunun səbəbi, birinci səbəbi sığortalanan meyvə bağlarının sayının artması, eləcə də sığortalanan fermerlərin sığortaya inamının artması fonunda baş verirdi. Hardasa 1,7 milyon manata yaxın aqrar sığorta fondu tərəfindən sığorta ödənişləri edilmişdir meyvə bağlarına. Bəli, şaftalı, nektari, alma, üzüm və s. kimi badam və s. digər bağları əhatə eləyirdi ki, bunlara da ən çox şaxta vurma, sel su basma və s. risklərdən adətən sığorta ödənişləri edilmişdir. Bunun səbəbi öncə də qeyd elədiyim kimi bir fermerlərin sığortaya inamının artması və ümumiyyətlə meyvə bağlarının sığortalanma dinamikasının artması fonundaydı və əlavə olaraq bir də onunla əlaqədar idi ki, fermerlərin artıq məlumatlılığı da artmışdır. Belə ki, əvvəlki illərdə fermerlər sığorta paketlərindən yararlanan zaman yalnız məhdud dar paketlər əldə edirdilər. Artıq bu ildən onlar yəni əlavə paketləri də əldə etməyə cəhd göstərmişdirlər. Hansı ki, şaxta vurma və s. kimi riskləri əlavə paketlər qismində əldə etmişlər. Nəticədə onlar bunun nəticəsində də daha, yəni ki, sığortanın daha çox imkanlarından faydalana bilmişdirlər. Yəqin siz bu istiqamətdə daha aktiv, fəal şəkildə maarifləndirmə işləri aparırsınız. Bölgələrdə bildiyim qədərilə Aqrar Sığorta Fondunun hətta filialları var ki, bölgələrdə fermerlərlə daim belə deyək də çalışırsınız, işləyirsiniz, onlara lazım olan informasiyanı vaxtında çatdırırsınız, düzdürmü? Bəli, düzdür. Həm fondun inzibati binasında, yəni baş ofisinin əməkdaşları, eləcə də bölgələrdəki əməkdaşlarımız fermerlərlə görüşlər keçirir, tez-tez maarifləndirici tədbirlər həyata keçirirlər. Bizim amma ən böyük PR alətimiz elə sığorta ödənişləridir ki, kiçik bu yaxınlarda elə bizim internet səhifəmizdə də bölüşülmüşdü. Fermer 12 manat sığorta ödənişi eləmişdi, Şəmkir rayonu səhv etmirəmsə, 5 milyon sığorta haqqı ödəmişdi, 5 milyon çox sığorta ödənişi almışdır. Yəni elə bizim məncə bundan artıq PR-a ehtiyacımız yoxdur ki, bu fermerləri sığortaya olan inamının artmasına təsir edir. Vaxt dedim, yeri gəlmişkən, indi nəyin vaxtıdır? Yəni sığorta ödənişi baxımından. Bizə baxan yüzlərlə, minlərlə fermerimiz, zəhmətkeşimiz qoy məlumat alsın elə buradan ki, vaxtında, zamanında sığortasını etdirsin ki, həm öz belə deyək də təsərrüfatını qorusun, eyni zamanda bunun subsidiya tərəfləri də var, bununla da bağlı danışacağıq. Mən səhv eləmirəmsə pambıqla bağlı aktiv dövrdür də. Yəni pambıq belə deyək, sahələrinin sığortalanması vacibdir indiki halda, düzdürmü? Bəli, düzdür. Hazırda elə Aqrar Sığorta Fondu tərəfindən şaxta vurma istisna olmaqla meyvə bağlarının sığortalanması həyata keçirilir. Eləcə də yaz ayları dövründə pambıq bitkisinin sığortalanması həyata keçiriləcəkdir. Elə buradan da fermerlərimizə səslənmək istəyirik ki, yəni sığortaya vaxtında müraciət etsinlər ki, hadisə baş verəndə təminatsız qalmasınlar. Yaxşı bir məsələyə toxundunuz. Mən bilirəm ki, bizə baxan tamaşaçılar indi deyəcəklər ki, fermerin real dostu kimi bu sualı qonağımıza səsləndir. Mən də səsləndirirəm. Bax, fermerlər, xüsusən pambıqçılıqda bu məsələlər var. Son illərdə bununla bağlı elə bizə də, fermerin real dostuna da yazanlar oldu, ya bölgələrdə də görüşlərdə oldu. Şirkətlərlə müqavilə bağlayırlar. Bax, bu zaman sığorta məsələsi necə həll olunur? Yəni, mən bu sualı daha da dəqiqləşdirim. Sığortanı fermer elətdirir, yoxsa onu müqavilə bağladığı şirkət elətdirir? Aqrar Sığorta Fondu tərəfindən həm birbaşa fermerlərin özlərinin də sığorta müqavilələri bağlanılır. Bu təbii ki, fermerin müraciəti əsasında olur və yaxud da siz qeyd elədiyiniz kimi şirkətlər tərəfindən də müraciətlər olur ki, hansı ki, təchizatçı şirkətlər özləri müraciət edirlər, onların sığorta haqqlarını özləri qarşılayırlar. Bunun müqabilində sığortalanması həyata keçirilir. Yəni hər iki formada mümkündür. Əsas odur ki, sığortalasınlar. Bəli, əsas fərqi məsələ yoxdur, bu pambıq təchizatçı şirkətdir və ya tədarükçü şirkətlərdir və ya
deyək ki, fermerin özüdür. Yəni öz sahəsini də müraciət edib sığortalaya bilər. Yəni pambıqla bağlı müraciətlər həddən artıq çox olur. Bu səbəbdən də düşünürəm ki, bu məlumat yerinə düşdü. Fermerlərə biz də buradan səsləndik, fermerin real dostu olaraq. Sığorta məsələsində vaxtda, belə deyək də, doğru addım atmaq, yəni vaxtında doğru, belə deyək də, zamanı seçib sığortalamaq mütləqdir. Yəni siz sonra bir müddətdən sonra, hadisə baş verəndən sonra ərazinizi sığortalada bilməz. Yeri gəlmişkən, belə hallar olur, Ləman xanım, yəqin ki, müraciətlər arasında olur ki, hadisə baş verir, amma adam ərazisini, deyək ki, ondan bir gün əvvəl və ya həmin gündən sonra öz ərazisini sığortalayır. Düşünür ki, bəlkə hadisəni bu şəkildə, belə deyək də, daha doğrusu sığorta məbləğini bu şəkildə ala bilər. Zərərə görə. Bir məsələni qeyd etmək istəyirəm ki, bu həm sığortanın özünün prinsiplərinə rəğbət, eyni zamanda qanunvericidə də təsbit olunub ki, 7 gün gözləmə müddəti məsələsi. Biz hər bir halda fermerlə sığorta müqaviləsi bağladıqda elə ona da bildirilir ki, yəni 7 gün gözləmə müddəti müəyyən olunur ki, bizim təminatımız 7 gün sonra başlayır. Yəni ki, siz qeyd elədiyiniz kimi bugün bizimlə müqavilə bağlayıb sabah hadisəsi olduqda o sığorta hadisəsi kimi qeydə alınmır. Qanunvericiliyin tələbinə uyğun olaraq əslində bunun da müəyyən məntiqi var ki, siz dediyiniz kimi də fermer hadisə baş verdikdən sonra da sığortalama halları və s. ola bilər ki, bu halların qarşısının alınması üçün qanunvericidə belə bir tələb nəzərdə tutulmuşdur. Çox gözəl. Ləman xanım, biraz əvvəl dedim, subsidiya dövlətin əsas dəstək mexanizmlərindən biridir. Əvəzsiz verilən vəsaitdir və fermerlər bundan kifayət qədər yararlanırlar. Elektron kənd təsərrüfatı informasiya sistemində təxminən 700 mindən çox fermer qeydiyyatdadır, aldığım ən son məlumata görə və fermerlər il ərzində müxtəlif məhsulların əkininə görə subsidiyalar alırlar və müəyyən tələblər var ki, o tələblərdən biri də sığortadır ki, yəni sığortanı mütləq şəkildə bağlamaq lazımdır, sığorta müqaviləsini ki, həm də subsidiya ala biləsiniz. Bu fermerlərə aiddir. Bax, istərdim ki, bununla bağlı müəyyən bir məlumatlar verəsiniz. Sığortanın əhəmiyyəti nə dərəcədədir subsidiya almaq üçün? Ümumiyyətlə, bu yalnız əkin subsidiyasına şamil olunur ki, əkin subsidiyasının verilməsi zamanı sığortalanma tələbi nəzərdə tutulur ki, bunun əhəmiyyəti ondan ibarətdir ki, yəni subsidiya alan o dövlətdən həmin vəsaiti alan fermerin vəsaiti boşuna getmir. Yəni bir növ əslində dövlətin verdiyi pul, dövlət özü bir də sığorta adı altında təminat verir ki, yəni istər-istəməz hər hansı X fermer, tutaq ki, 400 manat, 300 manat və s. şəklində subsidiyasını aldı, özü üçün kiçik bir təsərrüfatında, yəni əkin işlərini apardı, lakin təəssüflər olsun ki, təbiət hadisəsi baş verdi, onun əlindən çıxdı, yəni heç bir fayda əldə edə bilməyəcək. Lakin sığortanın burada faydası odur ki, o çəkdiyi istehsal xərclərini minimum həddə olsa belə qarşılamaqdan ibarətdir ki, buna görə yəni sığorta faydalı bir mexanizm hesab oluna bilər. Vaxtında elətdirirlər fermerlər əkin subsidiyası almaq üçün sığortanı? Son illərin bəli, dinamikası onu göstərir ki, artıq fermerlər kifayət qədər məlumatlıdırlar subsidiyanı əldə etmək üçün, yəni vaxtında sığortaya müraciət edirlər. Eyni zamanda Aqrar Sığorta Fondu tərəfindən də ilin əvvəlində, hansı ki, daha doğrusu ilin sonu, növbəti ilin əvvəllərində kütləvi şəkildə məlumatlandırmalar həyata keçirilir ki, vaxtında sığorta alana bilsinlər. Yaxşı, kimlərə imtina verirsiniz? Sığorta fonduna belə deyək də, belə müraciətlər də olur yəqin ki, hər hansı bir səbəbdən imtina ilə qarşılaşır fermer ki, yəni sığortasını ala bilmir. Bu hallarda yəni müraciətlər necə araşdırılır, hansı formada belə deyək də qarşı tərəfindən əlaqəyə keçirsiniz? Maraqlıdır. Ümumiyyətlə, sığorta ödənişindən imtina edilməsi əsasları qanunvericidə dəqiq müəyyənləşdirilib ki, ondan kənara heç cürə çıxılması mümkün deyil. Adətən fondun sığorta ödənişindən imtina elədiyi hallar onunla bağlı olur ki, fermer vaxtında müraciət eləmir. Nəticədə biz risk, daha doğrusu müstəqil ekspert zərəri qiymətləndirmək imkanından məhrum olur ki, yəni biçini edir, biçin etdikdən sonra məlumat verir ki, hadisəm olub, artıq sahə yoxdur, biz onu necə qiymətləndirək, fermerə nə qədər ödəniş edək, bu barədə bizdə məlumat olmur və yaxud da ki, məsələn, konkret hadisələr var ki, təbiət hadisələri xüsusən də onlara münasibətdə sığorta ödənişinin verilməsi üçün faktı təsdiq edən sənədlər tələb olunur ki, bu dövlət orqanı tərəfindən həmin faktı öz təsdiqini
Bu hallarda ödənişdən imtina olunur və ən çox da rast gəldiyimiz hallardan biri də ondan ibarətdir ki, fermerlər sığortalanma zamanı sığorta haqqı az olsun deyə məhsuldarlıqlarını yanlış aşağı bəyan edirlər. Lakin sığorta hadisəsi bəli hallardan biridir. Fermerlərin narazılığını gətirib təbii ki, yəni narazılığına gətirən hallardan biridir. Sığorta hadisəsinin qiymətləndirilməsi zamanı təəssüf ki, biz müqavilə çərçivəsində ödənişi verə bilərik deyə və fermeri məlumatlandırırıq ki, sənin bəyan elədiyin X qədərdir. Halbuki faktiki olaraq əslində mövcud məhsuldarlıq fərqli olacaq idi. Nəticə etibarilə ona dəyən zərər də real əks olunmur və dəymiş ziyan, yəni məbləğ, zərərin məbləği gəlir azad olmadan aşağı olur və sığorta ödənişdən imtina edilməli olur. Buna görə də buradan da fermerlərimizə səslənmək istəyirik ki, məhsuldarlıq miqdarlarını reallığa uyğun şəkildə bəyan etsinlər ki, sığorta hadisələri olanda da real zərər məbləğini, yəni ala bilsinlər. Sonradan narazılıq olmasın da. Necə deyirlər, vaxtında bunu düzgün elan eləmək lazımdır. Məbləği az ödəmək üçün yəni bu hallara yol vermək doğru deyil. Yəni sonunda nəticədə siz belə deyək də məhrum olursunuz o alacağınız məbləğlərdən. Ləman xanım, bildiyim qədərilə sizin rəsmi veb saytınızda kalkulyator var. Vətəndaş girib orada öz yaşadığı, misal üçün Şəkidə yaşayır, o yaşadığı ərazi üzrə hesablaya bilər. Düzdürmü? Ümumiyyətlə istəyərdim ki, istər sığorta ödənişləri, istərsə də yığılan sığorta haqlarıyla bağlı fermerlərin, adi insanların fərqi yoxdur. Sıravi vətəndaşların rahatlığı üçün hansı elektronlaşma, rəqəmsallaşma, daha belə deyək, operativ proseslərin yəni baş verməsi üçün nə alətlərdən istifadə edirsiniz ki, insanlar əziyyət çəkməsin və rahat bu prosesdə belə deyək də, prosesdən yararlansınlar? Bəli, Ruslan müəllim, sizin qeyd elədiyiniz kimi, yəni fermerlərimiz bizim rəsmi internet səhifəmizə daxil olmaqla sığorta kalkulyatorunun vasitəsilə özlərinin sığorta ödəyəcəkləri, yəni sığorta haqqı məbləğlərini hesablaya bilərlər ki, sığorta haqqı isə hesablanmasında əsas amil sığorta tarifləri təşkil edir ki, sığorta tarifləri bizim mütəxəssislər tərəfindən hansı ki, ölkənin iqlim göstəriciləri, bitkinin özünün növü və eyni zamanda riskin xüsusiyyəti nəzərə alınaraq hesablanır ki, təbii ki, iqtisadi rayonlar üzrə riskin bölgüsü də fərqlənir və orada tariflər də fərqlidir. Təbii ki, tariflərdə elə risklər var ki, hansı ki, sırf tutaq ki, bizim Qarabağ iqtisadi rayonu üçün daha çox xarakteri xüsusiyyətə malikdir, nəinki digər Şirvan iqtisadi rayonu üçün daha az xarakteri xüsusiyyətə malikdir ki, bunu kalkulyator vasitəsilə fermerlərimiz tanış ola bilərlər. Eləcə də ümumiyyətlə 25-ci il Aqrar Sığorta Fondu üçün, Aqrar Sığorta üzrə sığorta alınan fermerlər üçün rəqəmsallaşmada, yəni mühüm rol oynayan bir il oldu, yadda qalan bir il oldu. Nə baxımından əvvəllər elə idi ki, bizim fermerlərimiz sığorta haqqını ödəmək üçün regionlarda məcburən yaxınlaşmalı idi müvafiq terminallara, terminallar vasitəsilə sığorta haqqını ödəyə bilərdilər. Lakin bu il Asanpay ilə olan inteqrasiyalarımız tamamlandığı üçün artıq fermer evindən oturaraq Asanpay vasitəsilə sığorta haqqını da rahatlıqla ödəyə bilir. Eləcə də sığorta ödənişlərimizdə də elektronlaşmanın, yəni biz faydasını gördük. Hansı ki, proseslərimizin sürətləşməsinə töhfə verdi. Belə ki, bayaq da qeyd elədim, 25-ci ildə 9.2 milyon manat sığorta ödənişi eləmişik ki, bunların bu qədər qısa müddətdə, yəni ki, yekunlaşdıra bilməyimizin əsas səbəblərindən biri elektronlaşma, aidiyyəti dövlət qurumları ilə məlumat mübadiləsinin sürətləndirilməsindən irəli gəlmişdi. Çox gözəl. Bu əslində yaxşıdır ki, misal üçün ucqar bir dağ kəndində yaşayan fermerimiz, təsərrüfatçımız bir də bunun üçün belə deyək də rayon mərkəzinə gəlib hər hansı bir ödəmə aparatı axtarmır. Çox yaxşıdır və düşünürəm ki, bu həm də buradan bizə qulaq asanlar üçün yeni bir məlumat deyil. Artıq hamısının məlumatı var və amma biz də bunu vurğuladıq, bunu xatırlatmış olduq. Belə bir sual istəyirəm verəm, yadıma düşdü, çünki bu vacib məsələdir. Damazlıq heyvanın subsidiyalaşdırılması, yəni cins heyvanlara verilən dəstək 60% dövlət tərəfindən dəstəklənir, AKİ tərəfindən. Bu zaman sığorta tələbi məsələsi var və bu tələb 3 il müddətinə belə deyək də qoyulub. Mən bunu niyə səsləndirmək istəyirəm? Bu tələbin niyə 3 il müddətində olması deyil sual. Əsas odur ki, bu zaman, yəni biz əkinlə bağlı bir çox məsələlərə danışdıq, amma heyvanların, yəni heyvandarlıq təsərrüfatlarının sığortası ilə bağlı Aqrar Sığorta Fondu
hansı işləri görür? Misal üçün, hansı paketlər var? Heyvan saxlayan təsərrüfatçılar bizə indi baxırlar. Onlar üçün də istəyərdim ki, bir balaca geniş məlumat alaq sizdən Ləman xanım. Bəli, ümumiyyətlə Aqrar Sığorta Fondu tərəfindən həm dar, həm geniş paketlə təklif olunur fermerlərimizə sığortalanma imkanları. Belə ki, ümumiyyətlə burada yoluxucu xəstəliklərdən, yem və zəhərli bitkilərdən, otlardan zəhərlənmədir, vəhşi heyvanların hücumudur, müxtəlif təbiət hadisələrinin düzdür, bu daha az olur ki, hansı ki, zərər dəymə halları, üçüncü şəxslərin hərəkətləri, yanğın və sair kimi risklərdən fond tərəfindən sığorta təminatı verilir. Adətən heyvandarlıq üzrə bizə fermerlərimizin müraciəti xəstəliklərlə bağlı və bir də zəhərlənmə halları ilə, hansı ki, yemlərdən, otlardan, zəhərli otlardan zəhərlənmə halları ilə bağlı olur ki, bu hallarda daha çox fond tərəfindən, yəni fermerlərə sığorta ödənişi həyata keçirilir. Xəstəliklərin siyahısı varmı veb saytda və bununla bağlı yəqin ki, bir neçə dəfə maarifləndirmə işləri aparırsınız ki, məhz hansı xəstəliklərdən sığortalanır? Yoluxucu xəstəliklər konkret qeyd edilmişdir ki, yalnız fond tərəfindən yoluxucu xəstəliklərə təminat verir, lakin bununla yanaşı artıq fond tərəfindən təkliflər paketi də bir neçə il öncə də təqdim olmuşdu, yenidən razılaşmaya, yəni təqdim olunub, yoluxmayan heyvan xəstəliklərinin də sığorta təminatına alınması nəzərdə tutulur gələcək üçün. Çox gözəl. Ləman xanım, yeri gəlmişkən bir neçə yenilik haqqında danışdınız ki, bunlar reallaşacaq yaxın zamanlarda. Yaxın gələcək üçün, belə deyək də, bu il içərisində və ya yaxın illər ərzində Aqrar Sığorta Fondu fermerlərimizi daha hansı yeniliklərlə sevindirəcək? Fond tərəfindən məsələn bir neçə təkliflərlə artıq çıxış edilmişdir aidiyyatı dövlət qurumları qarşısında. Belə ki, biz quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı öz təkliflərimizi təqdim etmişik. Eləcə də yeni 9 növ bitkinin də siyahıya əlavə edilməsi ki, bunların içərisinə feyxa, kivi kimi sitrus bitkiləridir. Eləcə də bir sıra bostan bitkiləridir ki, biber və s. badımcan və s. kimi bunların əlavə edilməsi ilə bağlı təkliflərlə çıxış edilmişdir. Eyni normativ hüquq haqqları haqqında Konstitusiya qanununa uyğun olaraq müxtəlif mərhələlərdən keçdikdən sonra yəqin ki, fermerlərimizi sevindirə biləcəyik. Biz də bunu məhz Fermerin Real dostunda tamaşaçılarımıza, fermerlərimizə çatdıracağıq. Yekuna doğru mən görüntülərdə gördüm, sizin müstəqil ekspertləriniz var və bunlarla bağlı müəyyən təlimlər olur. Ümumiyyətlə, müstəqil ekspertləri hansı formada seçirsiniz? Siz seçirsinizmi? Hansı şəkildə yığılır o insanlar? Onların, belə deyək də, onlar üçün tələblər hansılardır? Kim aqrar sığorta sahəsində gəlib işləmək istəyirsə, yeri gəlmişkən onlara buradan səslənək və bunun üçün hansısa bir ali təhsil olmalıdırmı? Təhsil kriteriyaları nədir? İstəyərdim ki, yekuna doğru bununla da bağlı bir neçə məlumat verəsiniz. Ümumiyyətlə, müstəqil ekspertlər haqqında məlumat vermək istəyirəm ki, müstəqil ekspertlər aqrar sığorta sisteminin əsas subyektlərindən biridir. Onlarsız bizim fəaliyyəti təsəvvür eləmək olmaz. Çünki həm müqavilə bağlanmamışdan öncə riskin qiymətləndirilməsi, eləcə də hadisə baş verdikdən sonra isə zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertin rolu, onun rəyi əvəzsiz rol daşıyır, əvəzsiz önəm daşıyır ki, buna görə də aqrar sığorta sisteminin müstəqil ekspert institusuna ehtiyacı var və bununla bağlı da qanunvericiliyin konkret tələblər formalaşdırılmışdır ki, ümumiyyətlə müstəqil ekspert olmaq üçün müvafiq təhsilə malik olan şəxslər aqrar sığorta fonduna müraciət etməli, təlimlərdən keçməli, keçdikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahandan keçməli və daha sonra isə həmin imtahandan müvəqqətlə keçmiş şəxslər Mərkəzi Bankın reyestrinə daxil olunurlar ki, bundan sonra aqrar sığorta sistemində fəaliyyət göstərə bilərlər. Müstəqil ekspertlər üçün əsasən bizdə həm ali, həm orta və ixtisas, yəni təhsili tələbləri qoymuşdur ki, yalnız ali təhsili yox, orta ixtisas təhsilli şəxslər də müstəqil ekspert ola bilərlər ki, burada konkret sahə tələbləri var. Təbii ki, bitkiçilik üzrə bitki təbabətidir, bitki mühafizəsidir və s. kimi, yəni bu tipli ixtisaslar olmalı, bitkiçilik, aqronomluq və s. kimi ixtisaslar üzrə təhsilə malik olmalıdır. Heyvandarlıq üzrə isə baytarlıq, zootexniklik, zoomühəndislik və s. kimi ixtisaslara malik olması kifayət edir ki, hətta bizdə peşə təhsili olan şəxslərin də müstəqil ekspert olmasına imkan yaradılıb ki, yalnız onlardan 5 il iş stajı tələb olunur ki, sahə üzrə müvafiq stajları olduğu təqdirdə onlar da müstəqil ekspert kimi çıxış edə bilərlər. Maraq necədir? Yeri gəlmiş ki, ildən ilə bu dinamika artır. Bunun əsas səbəbi də müstəqil ekspertlərin xeyli gəlirli sahə olmasını nəzərə alsaq, yəni onlar üçün cəlb edici hesab olunur. Bəs
kişilər, bəylər daha çox gəlir, yoxsa xanımlar? Xanımlar var ümumiyyətlə bu sahədə? Maraqlı odur ki, son təlimlərdə səhv etmirəmsə, xanım əməkdaşların sayı kifayət qədər çox idi, yəni daha çox iştirak edirdi və kifayət qədər xanım ekspertlərimiz də var. Əvvəlki illərə müqayisədə sonuncu ildəki, hansı ki, sahələrə də çıxırlar və çıxmağa da çox böyük maraq göstərirlər. Yəni bu dinamikada artıq gender bərabərsizliyi məsələsini həll edə bilmişik. Bu bizi sevindirir. Ümumiyyətlə kənd təsərrüfatında xanımların, yəni qadınların iştirakı müxtəlif peşələrdə, yəni müxtəlif istiqamətlərdə, istər əkinçiliklə, istər heyvandarlıq təsərrüfatlarında, kooperativlərdə xanımların olması bizi sevindirir və bir daha sübut edir ki, kənd təsərrüfatı sayəsində onlar kişilərlə çiyin-çiyinə çalışa bilərlər. Mən bu söhbəti əbəs yerə verilişimizin yekununda xanım mövzusuna gətirmədim. Yaxın qarşıda, çox yaxın günlərdə bütün dünyada olduğu kimi biz də Azərbaycanda da Beynəlxalq Qadınlar Gününü qeyd edəcəyik. 8 mart Beynəlxalq Qadınlar Günü və fürsətdən də istifadə edib Kənd Təsərrüfatı Nazirliyində, eyni zamanda Aqrar Sığorta Fondunda və təbii ki, bizim əziz zəhmətəkeş fermerlərimizin arasında bizə baxan xüsusən xanımları sizin timsalınızda təbrik eləmək istəyirəm. Sağlamlıq arzulayıram, işlərinizdə müvəffəqiyyətlər arzulayıram və hər şey ürəyinizcə olsun deyirəm Ləman xanım. Çox sağ olun Ruslan müəllim. Mən də təbriklərə buradan qoşuluram. Bütün aqrar sahədə çalışan zəhmətkeş qadın fermerlərimizi təbrik edirəm. Onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıram. Minnətdaram. Yekunlaşdırırıq verilişi. Dəyərli fermerlər, əziz tamaşaçılar və bizə fermerin real dostuna hər həftə baxanlar. Düşünürəm ki, aqrar sığorta ilə bağlı kifayət qədər maraqlı məsələlərə toxunduq. Siz də çalışın ki, öz sahənizi, öz təsərrüfatınızı, əkininizi, heyvanınızı vaxtında sığortalayın. Vaxt çox vacibdir. Elə vaxt demişkən, gələn həftə eyni saatda, eyni vaxtda fermerin real dostunda görüşəcəyik. Hələlik.